İndi biz neyniyək ki, ümumiyyətlə həyatda sıxıntı və bəlalarımız azalsın? Bunun bir yolu var. Biz əziyyət verən nədir? Sıxıntı. Biz də neçə cümədə danışırıq ki, sıxıntı, bəla vaxtı razı ol. Dinən ki, razıyam səndən. İndi belə bir düstur varmı ki, bu bəlaların sayı həyatımızda azalsın? Bunun yolu budur. Neymət ki, verib sənə, asayiş vaxtındasan. Şükür çox eləsən, neymətini artıracaq və bəlaları azaldacaq. Bu qaydadır, sizə deyirəm bunu. Neymət vaxtı şükür eləsən, Allah sənə az bəla verəcək. Bilirsiniz niyə görə? Allah bizdən nə istəyir, o bizim yadımızda olsun. Neymət vaxtı necə yadımıza salırıq şükür eləməklə? Neymət vaxtı şükür eləməklə yadımıza salmırıq deyə bəla verir ki, yadımıza.